Çoxunuzun bilmədiyi, amma işinizə yarayacaq 3 mobil tətbiq sizə göstərəcəm. Bunu həm Android, həm iOS yükləmək mümkündür. İndi keçək videoya. Birinci proqram Fing adlanır. Proqram yükləyəndən sonra daxil oldunuz. Burada sizin modemə qoşulu olan cihazın siyahısını göstərir. Bir pəncərə açılır. Burada istədiyiniz cihaza, məsələn, bura daxil olduq. Burada həmin cihazı həm internetdən dayandıra bilərsiniz və yaxud bloklaya bilərsiniz, ya da ki, cihazı ümumiyyətlə sizin modelinə silə bilərsiniz. İkinci tətbiqimiz Warp adlanır. Bu nə işə yarayır? Birincisi onu izah edeyim. Proqramı yüklədiniz, daxil olun. Bu VPN rolunu oynayır, amma tam VPN deyil. VPN-dən fərqi odur ki, bu sizin IP ünvanınızı gizlətmir. Sadəcə qoşulduğunuz internetin trafikini şifrələyir və bu da daha təhlükəsiz internet bağlantısı yaradır. Bunu daha çox harda istifadə edə bilərsiniz? Çöldə hansısa bir public internetin şifrəsi olmayan bir Wi-Fi-yə qoşulmusunuz. Bu Warp-ı aktiv elədikdə sizin orada göndərdiyiniz mesajlar, danışıqlar şifrələnir. IP ünvanınız gizlənməsə belə bu daha təhlükəsiz internet bağlantısını gətirib çıxardır. Üçüncü tətbiq Lightweight adlanır. Bu daha çox idmanla məşğul olanlar üçün faydalı proqramdır. Bunu yükləyəndən sonra daxil olanda belə bir səhifə qarşınıza çıxır. Qeyddən keçəndən sonra öz məlumatlarınızı əlavə edirsiniz və burada həm hazır məşq planları olur və yaxud hər hansı bir sahəni bədəndə məşq etdirmək istəyirsinizsə onu seçib ona uyğun sizə videolar göstərir. Məsəl üçün bu hissəni seçəndən sonra bura uyğun sizə məşq videoları qarşınıza çıxır. Yəni burada istədiyiniz sahəyə uyğun bədəndə formanı seçib və ona uyğun məşq videolarına baxıb idman edə bilərsiniz.